Bu böyük zəfəri qazanan vətən övladlarının əziz xatirəsi 5-ci ildir ehtiramla yad olundu. Xalqımız zəfər abidəsinə axın etdi. Böyük izdiham müşahidə olundu. Təqvimlər yenə 27 sentyabr göstərir. Bugün Azərbaycan tarixində təkcə anım günü kimi deyil, həm də Azərbaycan xalqının, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın rəhbərliyi altında bütün mexanizmləri sıradan çıxmış beynəlxalq münasibətlər sisteminə adekvat cavabı kimi yada qalacaq. Bugün Vətən müharibəsində göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalan 2908 Azərbaycan övladını xilas etdiyi bütöv və bölünməz bir məmləkətə sahibiyik. Mənim oğlum Anar Hüseynovun və 3000-ə yaxın şəhidlərimizin sayəsində Qarabağdakı separatizmin kökü kəsildi. Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya sübut elədi. Çox ölkənin müasir silahları var, çox ölkənin xüsusi təyinatları var. Ancaq vətən eşqi yaşayan əskəri çox azdır. Bu 44 günlük müharibədə vətən eşqi ilə o Şuşa qalasına, Şuşa qayalarına dırmaşıb Şuşanı azad edən oğul lazım idi, Azərbaycanlı ürəyi lazım idi. Bu həqiqət təkcə bugün üçün yox, xalqımızın genetik kodlarına əbədi həkk olunub. 5 il əvvəl 2020-ci il sentyabrın 27-sində 44 günlük müharibənin başlanmasında evdə televizor qarşısında oturarkən bu xəbəri eşitdim. Məndə qürur hissi yarandı ki, mənim həmyaşıdlarım, öz dostlarım, kəndçilərim, öz tanışlarım bu Qarabağın alınmasında vətən uğrunda canlarından keçmişdilər. Mənim tanışlarımdan Əli Qismət Yaqubludur, Ramik Tağıyevdir və s. bütün şəhidlərimiz Allah rəhmət eləsin. Mənim həmyaşıdlarım olan qardaşlarımızın sayəsində Azərbaycanda olan separatizmin kökü bir dəfəlik kəsildi. Mən bununla fəxr edirəm. Cəmi 5 il əvvəl şəhərdən Səngərədək bir amal, bir ideya uğrunda birləşən Azərbaycan xalqı 27 sentyabrı sonsuza dək qəlbində yaşadacaq. Diyabın 22-si Qubadlı ərazisində döyüşlərdə iştirak eləmişəm. Döyüşün nə qədər çətin olduğunu bilirəm. Qələbənin şirinliyini də yaxşı bilirəm, nə cür olduğunu. Ona görə vətənimlə qürur duyuram. Yoldaşım 44 gün müharibədə iştirak edibdi. Suqovuşan, Ağdam istiqamətində, özüm Tərtər sakiniyəm. 44 gün müharibədə övladlarımla birgə müharibə zonasında iştirak etmişik. 44 gün biz həm övlad yolu, həm yar yolu, həm ata yolu gözləmişik. Qərənfildən Xarı Bülbülə gedən yoldur, zəfər yolu. Bugün hamımız üçün qürur vericidir. Başı sağ olsun vətənimin, analarımın göz yaşı bir də axmasın. İndi Azərbaycan vətən müharibəsi qəhrəmanlarının da arzuladığı kimi siyasi konjunkturanı təmin edən tərəfdir. Həftə də, sülhdə də, diktə rəsmi başınındır. Bu inkişaf xətti ilə yola çıxan Azərbaycan gələcəyini də 27 sentyabr ruhu ilə qurur. Natiq Çıraqzadə, Kamran Sodiyev, ASTV Xəbər.